Salam uşaqlar, oksid əsas turşu duz bölməsində 217-ci səhifədə sual 171-in izahını yazıram. 171-də nə deyir uşaqlar? Səhifəsidir bu. 171-də birinci maddə barium hidroksid. Aktiv metalların hidroksidlərinə qələvlər deyilir və XO2 turşu oksidki reaksiya daxil olur. Barium XO3 ona uyğun gələn turşunun duzu və su molekulu əmələ gəlir. İkinci reaksiyada yenə də qələvidir. Aktiv metalların hidroksidləri. Bu qələvi torpaq metalının hidroksididir. Bu qələvi metalın hidroksidi XO2 turşu oksiddir. Çünki qələvlər turşu oksidinə reaksiya daxil olanda ona uyğun olan turşunun duzu nə verir orada? X natrium 2, XO3 nə qalıqıdır? Turşu qalığı və bir də su molekulu. Üçüncü reaksiyada yenə də qələvi verilib, YC natrium qələvisi və ya kaustik soda. Turşu oksidi verilib, yenə də XO2 və oradan 2 duz əmələ gəlib. Natrium XO3 əmələ gəlib və plus natrium XO2 plus su molekulu. Buradan artıq bilinir ki, 2 duz əmələ gəlibsə, bu qonur qaz olub. Necə qaz olub bu? Qonur qaz olub. Azot 4 oksiddir ki, həm nitratın duzu verib, həm də nitritin neyin verib? Duzun. Nəzəriyyə bilən uşaqlar bilir ki, azot 4 oksiddir, turşu oksiddir. Yəni, bu üçüncü reaksiyada XO2-in yerinə azot 4 oksid olub. 2 də turşuya uyğun gəlir nitrata və nitritə. Və sonra gəlir dördüncü. Dördüncü nə baş verir uşaqlar? Dördüncüdə burada su plus XO2 ilə reaksiya gedir. Və sözsüz ki, bu su XO2 ilə reaksiya girəndə HXO3 verib. HXO3 turşudur. Turşu veribsə bu nə oksiddir? Aydın səbəbdir ki, turşu oksidi və bir də XO verib, NO-dur. Yenə də burada azot neçə oksiddir? 4 oksiddir. Mən sizə öyrətmişdim ki, azot 4 oksidi ümumiyyətlə elə bir turşu oksididir ki, o eyni vaxtda 2 də turşu uyğun gəlir. Nitratın və nitritin neydi? Anhidridir. Azot 4 oksidi qonur qaz, zəhərli qazdır. Azot dioksid də deyirlər. Suda yaxşı həll olan qazdır. Onun su ilə 2 cür reaksiyası var. Qaynar su. Qaynar su olanda nə verir uşaqlar? Nitrat verir və NO verəcək. Baxın, azot 4 oksidi plus su. Əgər su qaynardırsa, nitrat verir HNO3 və plus NO. Yəni, burada X-in yerinə azotdur. Eləcə də azot 4 oksidi soyuq sulla reaksiya gedir. 2 də turşu verir. Soyuq olanda su, soyuq. Soyuq sulla girəndə nə verir burada? Nitrat və plus nitrit verəcək. HNO2. Neçədən turşu verir? 2 dənə turşu verir. Nitrat və nə verir? Qonur qazın bir də suna reaksiyası var uşaqlar. Ümumiyyətlə qonur qazın qaynar suna reaksiyası oldu. Qaynar suna reaksiyası nə verir? Nitrat və NO. Qonur qazın soyuq suna reaksiyası var. Soyuq suda nə verdi? Nitrat və nitrit. Mütləq bunları əzbərdən bilməlisiniz uşaqlar. Burada əmsal verməyi yəqin bilirsiniz. Hidrogen 2 dənə, burada 1 dənədir. Bura 2 yazdıq. Azot 2 dənə burada, 1 dənə burada 3. Baxın, oksigen 6, burada da 1, 7. 2-ni vurdum 3-ə 6, bir də burada 7. Azot burada hətta müsbət 4-dən bir dəfə müsbət 5-ə, bir dəfə də müsbət 2-yə gəlib. Azotun dərəcəsi həm artıb, həm də azalıb. Və burada da müsbət 4-dən bir dəfə müsbət 5-ə nitrata, bir dəfə də müsbət 3-ə gəlib nitritə, 2 dənə turşu əmələ gəlir soyuq suna. Eyni zamanda birdə də belə reaksiya var uşaqlar. Azot 4 oksidi plus su, plus bir də oksigen gələndə üzərinə bir dənə maddə verir nitrat. Nitrat hətta nə kvantunu udaraqdan, işıq kvantunu udaraqdan yenidən azot 4 oksidinə, suya və oksigenə parçalanır. Cütdir. Burada oksigen təkdir. Bura bir 2. 4 dənə hidrogen, azot 4 dənə. Bura bir neçə verir uşaqlar? 4. Sonra burada 4-də 3-ün. 12 də oksigen var burada. 8, 2, 10. 2-də də burada 12. Nitrat turşusu əmələ gəlir. Nitratın, bunlar üçü də nitratın harada alınmasıdır? Sənayedə nə idi? Alınmasıdır. İndi bizdə deyir ki, X-i müəyyən elə. X-in yerinə nə olar? Y-in yerinə. X-in yerinə 2 də element var burada. Karbon və azot var. Birinci reaksiyada X-in yerinə sözsüz ki, karbondur. Karbonun oksidi karbon 4 oksidi. Ona uyğun gələn bir dənə turşu var. Karbonat. Və
Azotun oksidi azot 4 oksididir. Ona uyğun gələn isə 2 də turşu oldu burada. Həmin bu reaksiyalarda azot, nitrat və nitrit uyğun gəldi. Nitratın və nitritin nə idi? Anhidridir. Birinci reaksiyada qələvi ilə reaksiyaya girən aktiv metalların hidroksidi qələvi ilə reaksiyaya girən X-in yerinə karbon yazırıq. Baxın burada XO2-in yerinə karbon yazanda ona uyğun gələn turşunun duzu, barium nə verəcək orada? Karbonat çökdü. Karbonatın 3də duzu həll olur. Natrium, kalium, amonium və bir də su verir. Barium karbonat çökdü. Birincidə X-in yerinə karbon yazılır. İkinci reaksiyada yenə bir dənə duz çıxır. Orada nə idi? Qələvi, yeyici natrium qələvisi. X-in yerinə yenə də karbon neçə oksidi yazıram? 4 oksidi. Turşu oksidi qələvi ilə maksimum reaksiyaya girəndə iki əsaslı turşulara, baxın iki əsaslı turşuya uyğun olan turşu oksidinin qələvi ilə maksimum reaksiyasından bu qələvlər maksimumdur. Normal duz verir. Ona uyğun gələn turşunun duzu və su. Neçə mol qələvi oldu? 2 mol. 2 mola 1 mol reaksiya girir. Normal duz və su. 1 ilə 2-də karbon olan bənd 1 ilə neçə oldu burada? 2. Bəs azot olan bənd neçə olacaq? 3-cü və 4-cü reaksiya. 3-cü və 4-cü reaksiyada az əvvəl yazdığım kimi 3-cü reaksiyada qələvi yazıb və XO2-in yerinə biz orada azot 4 oksidi ona görə yazırıq ki, 2 dənə duz əmələ gəlib orada. Natrium XO3-ün yerinə NO3 əmələ gəldi. X-in yerinə budur. Və plus natrium XO2-in yerinə NO2 nitritin duzu, bu nitratın duzu və bir də su molekulu əmələ gəlir. Bura bir natrium 2 dənə də bura bir 2 yazırıq. Azot 2 dənə, bura bir 2. Hidrogen 2 dənə, 2 dənə. Oksigenə baxın 4. Burada da 2. 6, 3, 2, 5, bir də burada 6. Azot müsbət 4-dən bir dəfə müsbət 5-ə gəlir, bir dəfə də müsbət 3-ə. Bir molekulun daxilində bir də elementin dərəcəsi artdısa, azalacaq reduks edicidir. Sonra azaldısa, artacaq oksidləşdiricidir. Bir molekulun içərisində bir element dərəcəsinə görə həm verir elektron, baxın verib, həm də alıb. Öz-özünə oksidləşmə reduksiya reaksiyası, disproporsiya və ya dismutasiya. Qonur rəyli zəhərli qazdır və suda yaxşı həll olur. Birincidə karbon yazmışdı. Karbon olan bəndə 1 ilə ikinci reaksiya aiddir və azota aid olan, X azot olan reaksiya 3-cü və neçənci reaksiya 4-cü. 1, 2, 3, 4 B bəndi. Keçdik digər suala. Digər sualda nə deyir uşaqlar? 172-də deyir ki, rəflərdə, rəf bilsiniz nədir uşaqlar? Belə maddələr yazılır. Məsələn, birinci rəf. Rumla yazıb. Birinci rəfdə belə qab çəkib, qabın içərisində yazıb oksid. Amfoter oksid yazıb, alüminium oksidi. Sonra yazıb sink oksid. Bu da amfoter oksiddir və mis 1 oksiddir uşaqlar. Qırmızı rəngli oksid. Mis 1 oksidin rəngini sizə demişdim, qırmızıdır, əsasi oksiddir. Və bu rəfin üstündən yazıb oksid. Deməli, doğrudur. Nədir? Hansı hallarda maddələrin siniflərinə uyğun rəflərə düzülmüşdür? Yəni, birinci rəfdəki sinif doğrudur. 3 dənə maddə var, 3-ü də oksiddir. İkinci rəfdə nə maddəsi var? Dəmir, 3 hidroksidi var bu rəfdə. Qonur rəyli çöküntünün adı nədir? Pas, 3 turşulu əsasdır. Sonra burada nitrat turşusu var, ikinci rəfdə və bir də kalsium hidroksid, qələvi suda həll olan əsas. Burada ikisi əsasdır. Bu da əsasdır, bu da əsasdır. Bu rəfdə bir də qarışıq maddə turşu var. Amma rəfin üstündə yazıb ki, güya bu 3 maddənin 3-ü də əsasdır. Neçə dənə burada fərqli maddə var? Bir dənə fərqli maddə. Deməli, rəfdəki maddə doğru nədir? Deyil. Üçüncü rəfdə nədir uşaqlar? Barium xlorid duzdur. Orta və necə duzdur? Normal duz. Sulfat turşudur. Üçüncü rəfin içində. Və qələvi var. Bu rəfin üzərinə nə yazılıb? Rəfin üzərində yazıb ki, turşudur. Bir dənə burada turşu var. İkisi səhv yazılıb. Rəfə düzgün qoyulmayıb. Duz da var, əsas da var. Rəfin içindəki maddələr doğru olmalıdır. Üçüncüdə götürmürük. Dördüncüdə nə yazır uşaqlar? Dördüncü rəfdə duz var. Kalium sulfat duzdur. Və natrium nitrat, o da duzdur. Barium xlorid, o da nədir uşaqlar? Duzdur. Dördüncü rəfdə çili şorası, barium xlorid, orta və normal duz, kalium sulfat da normal duz və rəfin üzərində duzlar yazılıb. Bəli, tamamilə doğrudur. Rəfin içindəki maddələr doğru yazılıb. Hansı rəfdə doğru yerləşdirilmişdir? 1 ilə 4-də doğru yerləşdirilib. Cavab 1 ilə 4 A bəndi. Keçdik digər suala. 70 neçədir uşaqlar? 73. Baxın, bu elə çətin sual görür 73-də. Deyir ki, reaksiya daxil olan maddələr verilir.
Əsasla nə verib? Cədvəl çəkib də, elə bil belə bir cədvəl çəkib. Reaksiya daxil olan maddə yazıb bura, reaksiya daxil olan maddə. Sonra yazıb kalsium hidroksid qələvidir, 2 turşulu əsas. Və reaksiya daxil olan maddə orto fosfat turşusu, 3 əsaslı turşu. Mol miqdarı X molun yazıb və digərinin mol miqdarı Y mol və buradan alınan maddə 1 mol, bunların reaksiyasından sonra 1 mol sözlə yazıb olar. Kalsium dihidroortofosfat. Sözü biz formula çevirək. Kalsium di sözlə yazdığına görə dihidroortofosfat deyəndə ortofosfat 3 əsaslıdır. Hidrogenin biri eyni metalla qismən əvəz olunubsa, kalsium dihidroortofosfat 1 əvəz olunub. Bu kalsiumun ikisi gəldi bura. Bu necə duz alınıb? Turş duz. Bizə deyir ki, əsas neçə mol olur və turşu. Baxın, duzun indeksindən bəllidir ki, kalsiumun indeksində heç nə yazılmayıbsa neçədir? 1. Onda əsasdan neçə mol götürülür? 1 mol. Ortofosfatın indeksində neçə yazılıb? 2. O deməkdir ki, 1 mola neçə mol reaksiya edir? Hardan biliyor? Bax, bir də yazıram. Kalsium dihidro ortofosfat. Ortofosfat 3 əsaslıdır. Hidrogenin biri eyni metalla qismən əvəz olunur. Bunu almaq üçün kalsiumun indeksində 1 olduğuna görə 1 mol əsas və ortofosfatdan 2 mol götürmək lazımdır. 2 mol da turşu götürmək lazımdır. 1 mol əsas və 2 mol turşu reaksiya girib natamam neytrallaşacaq. Necə neytrallaşacaq? Kalsium dihidroortofosfatdan başqa nə molekulu çıxır? Su. X-i tapdıq. Neçə? 1, Y-də 2, X1, 2, o da ondan o da B bəndi. Amma reaksiyanı bütöv yazsam necə yazacağam? Ehtiyac yoxdur yazmam, amma əlavə olaraq yazam. Kalsium hidroksid əsasdır. Sizə öyrətmişdim, çox turşulu əsasla, çox əsaslı turşunun qarşılıqlı təsiri zamanı. Çox turşulu əsas, çox əsaslı turşu qarşılıqlı təsir zamanı. Hər ikisinin molundan aslı olaraq nə verəcək? Hər ikisinin molundan aslı olaraq nə verir? Mol mu? Ya buradan turş duz verə bilər, ya normal duz, ya da necə duz verə bilər? Əsasi duz. Ona görə ki, bu turş duzun 2 forması var. Hidrosda var, dihidrosda. Əsasi duzun bir forması var, o da hidrokso. 2 turşulu əsasların dihidrokso duzu nədir? Yoxdur və normal duz verə bilər. Neçə sıra duz əmələ gətirə bilər? 3 sıra. Əsas və turşunun nə miqdarından asılıdır? Maddə miqdarından. İndi bizdə 1 mola neçə mol reaksiya girir? Turşuda, baxın 2 vurun 3-ə. Neçədə hidrogen kation var? 6-da. OH hidroksid qrupu neçədəndir? 2 dənə. Daha doğrusu OH-ın sayı, burada sayı. OH-ın sayı kiçikdir nəyin sayından? H-ın. Hidrogen kationları turşu mühiti verdiyinə görə konkret necə duz çıxır? Turş duz. Necə duz çıxdı uşaqlar? Yəni tam neytrallaşma olanda hidroksiddəki, əsasdakı hidroksid qrupunun sayı turşudakı H-ın sayına nə olur? Bərabər olanda necə neytrallaşma olur? Tam. Yox, əsas turşudan çox olanda, əsası duz, hidrogen kationu hidroksid anionundan çox olanda isə necə duz verir? Turş duz. Aydındır? Buradan 3 sıra duz. İndi hansı duz çıxır? Kalsium dihidroortofosfat və plus nə molekulu çıxacaq burada? Su molekulu. İndi əmsallaşdıranda PO4 2-də, bura 2 vermişik. Hidrogen 6-dədir, 2-də də burada. 8-in 2 vurdu 2-yə. 4-ü var, 2-də də bura əlavə elədik. 8. Sol hara bərabərdir? Sağ. Natamam neytrallaşma gedir. Digərini yazır uşaqlar. Digərində nədir? 174-də. Yenə də yazıb reaksiya daxil olan maddə cədvəldə yazıb. 1 mol H3PO4. 3 əsaslı turşunun aqreqat halı necədir? Ortofosfat bəkdir. Gübrə istehsalında da nədir? Xam mal. Və 1 molda sönmüş əhək kalsium hidroksid qələvi. Bütün turşular əsaslarla reaksiya edir. Diqqətlə fikir verin. Hidroksid neçədədir uşaqlar 1 molda? 2 dənə. Hidrogen atomu neçədədir? 3-də. Nə çoxdur? Hidrogen kationu OH-dan çox olduğuna görə necə duz verir? Turş duz. Və azın sayı qədər hidrogen əvəz olunacaq. OH 2-də olduğuna görə hidrogenin neçəsi əvəz olunur? İkisi metalla əvəz olunanda nə qalacaq? Kalsium, hidro, OH 2-dən olduğuna görə hidrogenin, baxın xətt çəkdim. Neçəsi əvəz olunur? Hidro, orto, fosfat, ikisi əvəz olunur. Burada da 2. Və 2 molda nə molekulu çıxır? Su molekulu.
Natamam neytrallaşma turş duz əmələ gəlir. Bizə deyir ki, o duzun adı nə oldu? Kalsium hidroortofosfat və deyir emerindir hesabla. Emerin necə hesablayırlar? Ortofosfatın emeri 98-dir. 98-dən 2 qram hidrogen çıxanda. Baxın, 2 də hidrogen çıxmış, amma bunun emeri neçə oldu? 96. Bəs orada kalsiumu bilirsiniz ayrı neçədir? 40. 40 üstə gəlmək 96 bildüzdə bunun emeridir. 96. O da bərabərdir 136 və adı nədir o duzun? Kalsium hidroortofosfat. Cavab nə bəndə oldu? C bəndi. Nə bəndə oldu? Deməli, uşaqlar burada indi başlayırıq biz 175-ci sual. 175-də nə deyir? Deyir ki, burada dəmir qatı sulfatla reaksiyası. Ümumiyyətlə, dəmirin üzərində oksid təbəqəsi var. Yəni, dəmir oksidi var üzərində. Üzərində oksid təbəqəsi olduğuna görə soyuq qatı sulfat yox, isti qatı sulfatla reaksiya gedir. Dəmir 3 sulfat və plus tamamlama ehtiyac yoxdur, alınan duzu soruşur bizdən. Amma biz özümüz əlavə olaraq bizə alınan duz X duzu və bir də orada yazıb dəmirin nitratın nə ilə reaksiyası durusu. Dəmir nitratın durusu ilə də reaksiya girəndə özün 3 valentdə aparır, qatısı ilə də reaksiya girəndə 3 valentdə aparır. Alınan duz dəmir 3 nitrat olur orta və normal duz plus ardı var onun. Bizə deyir ki, bu reaksiyadan X duzu və Y duzu əmələ gəlir. Alınan X və Y duzunun nisbi molekul kütləsini hesablayın. Yəni, bu reaksiya tamamlama ehtiyac yoxdur burada. Amma tamamlasaydıq, kükürt 4 oksidi və nə molekulu yazmalıydıq? Su molekulu. Buradan da tamamla su. Alınan duzun əvvəl emerini hesablayaq. Emer X duzu, dəmir 3 sulfatı yazanda. Sulfatın emeri 98'de 2 çıxanda SO4'ün emeri 96'dır. Bu da 56'dır. 56 vur 2'ye. 112. 112. 96'yı vur 3'e. O da 288. O da bərabərdir 400. Bu birinci duzun emeri. İkinci duzun emeri vaxt itirməmək üçün nitrat turşusunun emeri verilib burada ikinci duzda. Nitrat turşusundan hidrogen 63 nitratın emeridir. Güclü 1 qramı çıxıram. 62 də NO3-ün emeridir. İkinci duzun emerin deyəndə dəmir 3 nitratı yazıram. Dəmirin valenti 3'dür nitrat. Dəmir 56'dır ayrı. Nitrat 62 NO3'ün. Baxın emeri 62 də vur 3'ə. 56 üstə gəlmək. 186 üstə gəlmək 56. 242. Orada yazıb X. Emeri neçə oldu? 400 və Y-də də 242. 400, 242 B bəndi. Əlavə olaraq burada nə qeyd eləmək olar? Əlavə o qeyd eləmək olar ki, dəmir sulfatın qatısı ilə reaksiyaya girir isti halda. Üzərində oksid təbəqəsi var. İsti sözün unutmayın. Üzərində nə təbəqəsi var? Oksid. Və dəmir sulfatın qatısı ilə 3 sulfat verir. Konkret yadınızda saxlayın. 3 sulfat. Kükürt 4 oksidi, kəskin ili kükürt qazı və bir də su molekulu verir. Hətta burada bir əmsal verməyi öyrətmişdim sizə. Kükürt burada 3 dənə. Bura bir neçə yazırdı? 3. 3 də kükürt burada, 3 də burada 6. Dəmir 2 dənə, bura bir neçə yazırdı? 2. Hidrogen 12-dir, 2-yə böləndə 6. Eyni zamanda dəmir, əlavə qeyd edirəm ki, nitratın durusu ilə reaksiya girir. Nitrat deyirəm, sulfatın durusu ilə reaksiya girəndə duru sulfat metalların şərti fəallıq sırasında hidrogenə qədər yerləşən metallarla reaksiya girir. Hidrogendən sonra gələn metallarla duru sulfatın reaksiyası yoxdur. Dəmir 2 sulfat plus ən yüngül qaz hidrogen alınır. Burada dəmir 0-dan müsbət 2-yə gedir. Qatı sulfatda isə 0-dan müsbət 3-ə gedir. Hər ikisində dəmir reduksiya edicidir. Burada kükürt sulfat turşusunda qatı sulfatda kükürt müsbət 6-dan müsbət 4-ə gəlir, oksidləşdiricidir. Burada isə kükürdün, duru sulfatda kükürdün oksidləşmə dərəcəsi dəyişmir. Dəyişən hidrogendir, müsbət 1-dən 0-a gəlir. Hər ikisində metal reduksiya edicidir. Turşu nədir bə? Oksidləşdirici. Molekullar arası oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyasıdır hər ikisi.
Sadəcə olaraq duru sulfatda oksidləşdirici element hidrogendir. Hidrogen müsbət 1 nədir orada? Oksidləşdirici duru sulfatda. Qatı sulfatda isə oksidləşdirici element nədir? Kükürt neçə 6-dır? Müsbət 6. Digərində isə bu əlavə yazıram uşaqlar nəzəriyə. Dəmir nitrat turşusunun qatısı ilə də girir, durusu ilə də girir. Nitratın nə qatısı, nə durusu heç bir metalla reaksiya girib hidrogen verməz. Dəmir nitratın qatısı ilə reaksiya girəndə nə verir? Dəmir nitratın qatısı ilə isti halda gedir. Üzərində oksid təbəqəsi var. Oksid bildiyinizdə dəmir oksidi. Soyuq qatı turşuların təsirindən o oksid təbəqəsi daha da bərkiyə bilər. Ona görə də o hadisəyə deyirlər metalların passivləşməsi hadisəsi. Ona görə də isti qatı sulfatla reaksiya girir. Dəmir 3 nitrat əmələ gəlir. 3 nitrat. Orta aktivli metallar qatı nitratla ağzı bağlı qabda NO azot 2 oksidi verir. Qabın ağzı bağlıdırsa və bir də su molekulu. Niyə görə ağzı bağlı qab sözü deyirik? Reaksiya ağzı bağlı qabda gedəndə. Çünki qabın ağzı açıq olanda NO azot 2 oksidi, azot monoksid. Havadakı oksigenlə necə şəraitdə reaksiya edir? Adi şəraitdə azot 4 oksidi verir. Müsbət 4, mənfi 2. Ona görə ki, biz oksigen dərsində keçmişdik ki, azot 2 oksidini, oksigeni bir qabda nə etmək olmaz? Saxlamaq olmaz. Onlar necə şəraitdə reaksiya edir? Bax, dəmir isti qatı nitratla ona görə girir ki, üzərində oksid təbəqəsi var. 3 nitrat. Orta aktiv metallar qatı nitratla NO və su verir. NO duz əmələ gətirməyən oksiddir. Amma durusu ilə də yenə də 3 valentdə aparır. Bax, sulfatın qatısı ilə dəmir 3 valentdir. Duru sulfatla 2. Amma nitratın qatısı ilə də dəmir özünü 3 valentdə aparır. Nitratın durusu ilə də özünü neçə valentdə aparır? 3 valent. Və duru nitratla temperatursuz da girə bilər. Yəni qızdırmadan da girə bilər. 3 nitrat verəcək yenə duz. Orta aktivli metallar cədvəl yazdırmışdım sizə. Duru nitratla, orta aktivli metallar duru nitratla, orta aktivli metallar duru nitratla dəmir neçə nitrat verir? 3 nitrat. Ya azot neçə oksidi verə bilər? 1 oksidi, güldürücü və ya şənləndirici qaz. Ya azot 2 oksidi, NO verə bilər. Ya azot 1 oksidi, ya azot daha doğrusu 2 oksidi yox, nə verir? Azot, sərbəst azot qazı. Ya amoniak, çox duru, çox nə olsa duru və artıq turşu olsa, artıq turşu götürülsə, turşu artıq olsa amonium nitrat, amonium şorası və sonunda bir də H2O nə molekulu verir? Su molekulu. Bu 4 dənədən neçə çıxa bilər? Biri. Yəni duruda azot 1 oksidə verə bilər, azot da verə bilər, amoniak da verə bilər. Çox duru, artıq turşu olsa amonium nitrat verəcək. Aydındır. Nitratın nə durusu, nə qatısı metalla reaksiya girib heç vaxt nə qazı verməz? Hidrogen verməz. Bu sual bitdi. Bunun nəzəriyyəsini izah edir uşaqlar. Keçdik 176-cı sualı. 176-dan natriumun karbonat turşusu ilə reaksiyasından, karbonat turşusu 2 əsaslı turşudur. Reaksiyasından əmələ gələn 2 də duz ola bilər. Reaksiyasından əmələ gələn duzun biri X-dir, biri Y-dir. X elə bir duzdur ki, parçalanır, Y isə qızdırıldıqda parçalanmır. Karbonat 2 əsaslı turşu olduğuna görə o 2 sıra duz əmələ gətirər. Hidrokarbonatlar, turş duz və bir də natrium karbonat necə duz verir? Normal duz. Yəni natrium karbonat turşusundan 2 sıra duz əmələ gətirə bilər. Turş duz və bir də normal duz. O hansı duzdur ki, qızdırıldıqda parçalanır? O turş duzdur. Natrium hidrokarbonat, bu nə sodası deyirlər? Çay sodası, texniki adı çay sodası. Qızdırıldıqda metalların hidrokarbonatları parçalanır karbonatlara. Karbon neçə oksidinə? 4 oksidinə və bir də suya parçalanır. Bu X maddəsidir. Və Y maddəsi nədir uşaqlar? Natrium karbonat Y-dir. Karbonatın duzudur. Nə qədər qızdırıram, parçalanmır. Başlayır nə etməyə? Ərimə. Ərimə necə hadisədir? Ərimək baş verir. Fiziki hadisədir. Yeni maddə əmələ gəlmir. Karbonat turşusunun ümumiyyətlə 2 dənə duzu parçalanmır. Baxın, cəmi neçə də duzu parçalanmır? 2 dənə. Natrium karbonat qızdırdıqda kütlə nə qalır? Sabit. Yəni emi dəyişmir. Dəyişmir nə deməkdir? Bax, zaman keçdikcə kütlənin
zamandan asılı qrafiki. Nə qədər qızdıram, kütlə dəyişmir, parçalanmır. Və bir də kalium karbonat, texniki adı nədir? Potaş. Ağac külünün əsas tərkib hissəsi, kütləsi dəyişməyən karbonatın neçə də duzu var? 2 dənə. Bunlar parçalanmır. Və qalan karbonatlar parçalanır. Kütlə zaman keçdikcə fikir verirsiniz, necə var, elə də qalır, dəyişmir. İndi biz X-i tapdıq turş duz, Y isə necə duzdur? Normal duzdur. Çünki X qızdırıldıqda parçalanır, Y isə burada cədvəldə yazıb parçalanmır. Deyir, hansı ifadə doğru deyil? 1. Yazıb Y duzu. Y duzu nə idi bizdə? Y duzu susuzlaşdırılmış, nə idi uşaqlar? Soda. Müvəqqəti codluğun və daimi codluğun aradan qaldırılmasında istifadə olunur. Bəli, susuzlaşdırılmış soda 2 codluğun cəminə ümumi codluq deyilir. Müvəqqəti ilə daimi codluğun cəminə necə codluq deyilir? Ümumi codluq. Ümumi codluq suyun müvəqqəti və daimi codluğun aradan qaldırılmasında bu duzdan istifadə olunur. Yəni, istər o müvəqqəti, istərsə də daimi codluğu aradan qaldırmaq üçün susuzlaşdırılmış nədən istifadə olunur? Sodadan. Bir doğrudur. İkinci, codluğa aid, yəni başqa dərslərdə izah eləmək olar, ya da indi izah verərəm sizə. Baxın, ikincidə nədir? Bir doğru oldu uşaqlar. Birinci doğrudur. İkinci ifadə nədir? X duzu, X bizdə nə idi? Natrium hidrokarbonat, turş duz. X duzu, kalsium xlorid ilə çöküntü verir. Bu yanlışdır. Duz ilə duz nə zaman reaksiya girir? İkisi də həll olan olsun. Çıxan duzlardan minimum neçə çökməlidir? Biri. Natrium xlorid həll olanda, kalsium hidrokarbonatda o da suda həll olan duzdur. Turş duzlar hamısı suda neynir? Həll olur. Bu reaksiya axıra qədər getmir. İkisi də həll olandır. Natriumla xlor birləşsə, natrium xlorid də həll olandır. Kalsiumla da, baxın, natrium xlorid həll olandır. Kalsium hidrokarbonat deyəndə biri çıxır, burada 2. Bu da həll olan duzdur. Bu da həll olan duzdur. Burada çöküntü nədir? Yoxdur. Aydındır. Nə yoxdur burada? Hər ikisi necə duzdur? Həll olan duz. Nə yoxdur burada? Çöküntü yoxdur. Sonra keçdik digər suala. Digər sualda nədir uşaqlar? Digər sualda X duzu. X duzu nədir orada? Natrium hidrokarbonat idi. Turş duz. Turş duz qələvi ilə reaksiya edir. Bütün turş duzu normal duza çevirmək üçün qələvi lazımdır. H-la OH birləşir. Turş duzlar hamısı normal duza çevirmək üçün qələvi lazımdır. Turş duz qələvi ilə reaksiya edir. H-la OH birləşir. HOH su verəcək və necə duz olacaq? Turşun hidrogen əvəz olunur metalla. Normal duz və nə əmələ gəlir? Su. Bu reaksiya getdi. Deyir, qələvi ilə qarşılıqlı təsirdə ola bilər. 3 də doğrudur. Sonra çöküntü əmələ gətirir, 2 səhv idi. 1 doğru idi, 2 çöküntü olmadı, reaksiya axıra qədər getmədi və 3-də də deyirdi ki, X qələvi ilə reaksiya daxil olur, yəni qələvi ilə qarşılıqlı təsirdə olur, 3 də doğrudur. Y hidrolizi uğramır. Y duzu nə edir uşaqlar? Y natrium karbonat hidroliz edir. Nədən bilirəm? Qüvvətli əsas zəif turşudan əmələ gəlib. Əgər duzun tərkibində zəif ya turşu, zəif əsas varsa hidroliz elə. Hidroliz niyə görə gedir? Aniona görə hidroliz. O duz hidrolizi uğrayır ki, ya katyona görə hidroliz olsun. Burada katyon güclü əsas və zəif turşudan əmələ gələn duz qələvi mühiti verir. Nə mühiti verir? Qələvi mühit verir. Mühit qələvi olanda pH ya duza gəlir neçədən böyüdür? 7-dən böyüdür və hidroliz zəifə görə gedir. Mühiti güclüdən seçirik. Hidrosu, lizis parçalanma deməkdir. O duz hidrolizi uğramır ki, güclü əsas və güclü turşudan əmələ gəlir. Məsələn, natrium xlorid nədən əmələ gəlib? Qüvvətli əsas və xlorid qüvvətli turşu. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar necə mühit verir? Neytral mühit və neytral mühit verdiyinə görə bu duz hidrolizi uğramır. pH neçəyə bərabərdir? 7-yə bərabərdir. Yəni, əmələ gəlib güclü əsas nədən əmələ gəlib? Natrium OH qələvi və qüvvətli turşu xlorid turşusundan əmələ gəlib. Neçə mola neçə mol girir? 1 mola 1 mol. H-la OH birləşib. Necə duz əmələ gəlib? Normal duz və bir də su molekulu. Bu hidroliz eləmir. Amma natrium karbonat əmələ gəlib. Natrium 2 mol natrium OH-dan, baxın duzun indeksindən bilirəm, neçə mol natrium OH-dan? Qələvidən və 1 mol da karbonat turşusundan əmələ gəlib. Zəif turşu. Zəif turşu varsa hidrolizi uğrayacaq.
güclü əsas və zəif turşudan əmələ gəlibsə qələvi mühitidir. Amma hidroliz niyə görə gedir? Zəifə görə. Neçə mərhələdə gedəcək? 2 mərhələdə. Aniona görə hidroliz. Niyə görə hidroliz deyilir? Bizə deyir hidrolizi uğramır, yox, uğrayır. 4 də səhv oldu uşaqlar. Sonra gəldik 5-də. Y-in məhlulda mühiti neytral mühitdir. Neytral mühitdir yoxsa qələvi mühitdir? Y duzun indi yazıq. Güclü əsas və zəif turşudan əmələ gələn, qüvvətli əsas zəif turşudan əmələ gəlibsə qələvi mühiti verir və qələvi mühiti verirsə bu Y duzu. Qələvi mühiti verirsə pH 7-dən nədir? Böyükdür. Bizə deyir neytral mühit verir. 5-də səhvdir. Və X deyir normal duzdur. X normal yox, turş duzdur. X natrium hidrokarbonat idi. X neydi uşaqlar? Natrium. X natrium hidrokarbonat. Natrium hidrokarbonat X maddəsidir. Və X normal yox, necə duzdur? Turş duz. Çay sodası da deyirlər. Hidrogenin biri eyni metalla qismən əvəz olunur. Deməli, doğru deyil. Bir doğru idi. Codluğu aradan qaldırmaq üçün susuzlaşdırılmış sodadan istifadə olunur. 2 doğru deyil. Çöküntü vermədir. 3 qələvi ilə reaksiya girir. Doğrudur. 4 hidrolizi uğramır. Doğru deyil. 5 doğru nədir? Deyil və 6 doğru deyil. Doğru deyillər 2, 4, 5, 6. 2, nə oldu? 4, 5, 6. Cavab nə bəndə oldu? D bəndə. Maraqlı sual idi. Deməli, buradan nə öyrəndiniz siz? Öyrəndik ki, karbonat turşusu. Bu sual bitdi. D bəndi. Amma bu sual barəsində nəzəriyyəsini qeyd edirəm ki, buradan öyrəndiniz ki, karbonat neçə əsaslı turşudur? 2 əsaslı davamsız turşudur. 2 sıra duz əmələ gətirir. Hidrokarbonatlar biri əvəz olunub eyni metalla, qismən əvəz olunur natrium hidrokarbonat, texniki adı çay sodası və ikisi tamamən əvəz olunanda natrium karbonat susuzlaşdırılmış soda və karbonatın 2 dənə duzu öyrəndiniz parçalanmır. Bir natrium karbonat kütləsi sabit qalır, parçalanmır və kalium karbonatı nə qədər qızdırırsınız, qızdırın, kütləsi nə qalır? Sabit, dəyişmir. Amma bütün metalların nə öyrəndiniz? Hidrokarbonatları, hidrogenin biri çıxıb, metalın valenti N-dir. Mötərizə bura bir N yazdım. Metalın valenti. Hidrokarbonatları parçalanır metalın karbonatına, metalın neyinə? Karbonatına, yəni duza. Karbon neçə oksidinə? 4 oksidinə və bir də suya. Bütün turşduz hidrokarbonatlar parçalanır. Və buradan öyrəndik ki, 2 codluğun cəminə ümumi codluq deyilir. Müvəqqəti və daimi codluğu aradan qaldırmaq üçün susuzlaşdırılmış nədən istifadə olunur? Sodadan. Buna soda üsulu ilə codluğun aradan qaldırılmasıdır. 2 dənə codluq var. Ümumi və müvəqqəti codluğun. İkisini də bu yolla aradan qaldırmaq olar. Və sonra biz öyrəndik ki, buradan turş duzu normal duza çevirmək üçün nə çatışmır? Qələvi. Bütün turş duzlar hidrokarbonatı natrium karbonata çevirmək üçün üzərinə bu H-ı çıxartmaq lazımdır. H-ı çıxartmaq üçün OH yəni qələvi ilə reaksiya girməlidir. Turş duzlar, turş duz suda həll olan duzdur. Qələvi ilə girir, H ilə OH birləşir. Oradan normal duz və bir də su molekulu əmələ gəlir. Və bu normal duzda qüvvətli əsas və zəif turşudan əmələ gəldiyinə görə qələvi mühit verir və hidrolizdə aniona görə gedir. Anion nə qalıqıdır? Turşu qalığı. Mühit qələvi mühit olanda da pH neçədən böyük olur? 7-dən böyük olur. Bu nəzəriyyəsidir. Digər sualı keçid alıq uşaqlar. Sual neçədir orada? 177. 177 də maraqlı sualdır. 177-də 200 qram kalsium karbonat. Əhəy daşı, mərmər və təbaşinin əsas tərkib hissəsi 200 qram kalsium karbonat parçalanır. Metalın nəyinə? Oksidinə, əsasi oksidə və karbon neçə oksidinə? 4 oksidə, bu da turş oksidi. Kalsium karbonatın parçalanmasından alınan qaz, 200 qramdan alınan qazı 400 qram 20%lı qələvi məhluluna buraxıblar. 400 qram məhluldur. Məhlul neçə faizlidir? 20%lı natrium OH məhlulundan buraxıblar. Bu bərkdir. Qazı buraxmaq olar qələvinə. Bu turşu oksidi qələvi ilə reaksiya girir. Ona uyğun gələn turşunun duzu və su çıxa bilər. 400 qramın 20%-ni tapmaq üçün 20-yə vurur, 100-ə bölünür. Bununla da bu getdi. 80 qram qələvi saxlayan məhluldan buraxıblar. Bəs indi 200 qramdan nə qədər turşu oksidi alınır? Neçə mol alınır? X mol. Verilən 200 deyək uşaqlar. Qramın altından bunun emerin yazırıq. Emer nə qədərdir? 100 qram. Yəni bu duzun emeri 100 qramdan isə
Baxın, heç nə yazılmayıbsa 1 mol alınır. X da bərabərdir 2-yə. Bununla bu getdi 2-yə. Deməli, birinci biz neynədik? Əhəd daşını parçalayıb karbon qazını aldıq. Əhəd daşının parçalanması, bir də təkrar edirəm, həm kalsium oksidi, həm də karbon 4 oksidinin ikisinin də harda alınmasıdır? Sənaydə alınması. Endo necə reaksiyadır? Termik. Bu 200 qramdır. 200 qramın parçalanmasından neçə mol alınır? X mol. Bəs bu neçə qramdır? 100 qramın parçalanmasından 1 mol. X da bərabərdir. 200-ü böldüm 100-ə. O da bərabərdir 2 mol. 2 mol karbon neçə oksidi çıxdı? 4 oksid. Nə oksiddir bu? Turş oksidi. Karbonatın nə idi? Anhidrid. İndi biz birinci məhlulda, o birisi, bu birinci yazdığımız tənasüb. İkinci isə 400 qram məhlulu götürürük. Və məhlulun içərisində 20% qələvi var. Ədədin faiz göstəricisini tapmaq üçün faiz göstəricinə vurub 100-ə bölürük. Oradan da 80 qram natrium OH-ı tapdıq. Qələvi. Hansı oksidlər qələvi ilə girir? Sözsüz ki, turşu oksidi qələvi ilə reaksiya girir. Və buradan deyir ki, hansı duz və nə qədər alınır? Duzun qramı və nə qədər alınır? Üçüncü gedişdə biz nə edirik uşaqlar? Karbon 4 oksidi neçə əsaslı turşuya uyğun gəlir? 2 əsaslı turşuya uyğun gələn turşu oksidinin qələvlərlə neçə cür reaksiyası var? 2 cür. Minimum, bir də maksimum. Biz minimum, maksimum bilmək üçün nə miqdarını bilməliyik? Maddə miqdarını. Buradan bilirik ki, bu 2 moldur. Digərinin növsünü necə tapırıq? Bu 80-ı bölürük 40-a. 80 kiçik M-dir, indi tapmışdıq. 40 da bunun necə kütləsidir? O da bərabərdir 2 mol. Deməli, 2 mola 2 mol nə deməkdir uşaqlar? İxtisar gedəndə 2 mola 2 mol, elə 1 mola 1 mol deməkdir. 1 mola 1 mol reaksiya giribsə, OH neçədəndir? Və burada buna uyğun gələn turşuda hidrogen 2 dənədirsə, OH 1 dənə olduğuna görə hidrogenin biri metalla əvəz olunur. Hansı duz çıxacaq? Natrium hidrokarbonat. Niyə görə? Ona görə ki, 2 mola, bax, tapdıq bu 2 moldur, bu da 2 moldur. İxtisar gedəndə 1 mola, baxın, 1 mola 1 mol reaksiya girir. Bu nə oksididir uşaqlar? Turşu oksidi. Bu da qələvi ilə reaksiya girir. OH 1 dənə buna uyğun gələn turşuda hidrogen 2 dənədirsə, natrium nə verəcək? Hidrokarbonat 1, burada da 1. Bunun adı nədir? Natrium hidrokarbonatın adı çay sodasıdır. Özü minimum qələvi oldu. Hansı qələvi oldu? İndi 1 mola 1 mol girib 1 mol vermirdi. Bəs indi bizim verilənimiz tapılmış o axı. Bu neçə mol idi? 2 mol. Bu da 2 mol girəndə neçə mol qələvi çıxacaq? 2 mol qələvi, 2 mol turşu oksidindən girib 2 mol da duz verdi, vermədi. Həmin duzun da bir qramı müəyyən elə. Nəyi müəyyən elə? 2 molu qrama çevirmək üçün necə kütləyə vururlar? Kiçik M-in belə düsturu var. Nü vurmaq necə kütlə? Nüsü neçə mol idi o duzun? Duzun emerini tapmalıyıq. Natrium hidrokarbonatın necə kütləsi? M necə kütlə? İndi biz orada hazır verib molar kütlə. 84 verib. 2 vurmaq 84. O da bərabərdir 168 qram turş duz əmələ gəlib. Cavab nə bəndi oldu? 168 A bəndi. Bax, birinci biz nəyi tapdıq? Əhəd daşını parçaladıq. Ya duza salın. Nəyi parçaladıq? Əhəd daşı, mərmər və tabaşının əsas tərkib hissəsi 200 qram idi. İlk gedişdə biz əhəd daşının parçalanmasından alınan, baxın, qısa yazıram. Nəyi tapdıq? Karbon neçə oksidi? 4 oksidi. Bu neçə 100 qram idi? 200 qram. Az əvvəl dedim. X idi. X-i da tapdıq neçə mol? 2 mol. Da yazmıram bu tənasübü. Yazmışam bundan əvvəl. Və ikinci də nə tapdıq? İkinci tapdığımız 400 qram məhlulun içərisində 20% qələvi var. 20% qələvi tapmaq üçün 20-yə vurub 100-ə böldü. Bundan da bu getdi. 80 qram qələvi tapdıq. Yeyici natrium qələvisi və ya kaustik soda. O qələvində mola çevirəndə 80-ı böldük emeri 40-a. Emerinə böldük də. Bildiniz niyə? O da bərabərdə 2 molda qələvi tapdıq. 2 mol turşu oksidi 2 molda qələvi ilə reaksiya girir. 2 mola 2 mol, bu 2 moldur, bu da 2 moldur. Elə 1-ə 1 deməkdir. OH 1 dənədirsə hidrogen buna uyğun gələn turşuda hidrogen 2 dənədir. OH-ın 1-nə görə hidrogen 2 dənə hidrogenin neçəsi metalla əvəz olunur? 1-i əvəz olunacaq. Minimum qələvidir. Hansı qələvidir? Minimum. Oradan da alınan maddə hidrokarbonat. Niyə? OH qrupu 1 dənə olduğuna görə hidrogen 2 əsaslı biri metalla əvəz olundu. Natrium hidrokarbonat əgər turş duz çıxırsa başqa duz çıxmayacaq. Turş duz.
Bir dənə çay sodası çıxır. 1 mola 1 mol girib 1 mol veribsə 2 mola 2 mol girib elə neçə mol çıxacaq? 2 mol. Alınan duz budur və qrama çevirmək üçün 2-yi də onun emerinə vururuq. Bu duzun molu 2 deyil. Emiri də orada vermişdi 84. O da elədi 168. Aydın oldu? Keçdi digər suala. Elə çətin deyil, burası ardıcıl işləmək lazımdır. 178-dir uşaqlar. 178-də nə deyir? Maddə X-dir, sonra Y-dir, sonra Z-dir. Burada K plusdur, sonra L minusdur, sonra M plusdur. Düzdür uşaqlar? Deməli, reaksiya daxil olduğu maddələr X-in K-la reaksiyası var. L-lə reaksiyası yoxdur. M maddəsinə reaksiyası var. Varsa plusdur. Sonra bununla reaksiyası yoxdur. Bununla da reaksiyası yoxdur. Bununla da reaksiyası yoxdur. Sonra üçüncü zidin K-la reaksiyası yoxdur. L-lə var, M-lə də var. İndi biz hansı maddələr götürə bilərik? Birdə nə yazıb? Birdə yazıb ki, X-in yerinə qələvi yazıb. Qələvi. K-nın yerinə nə yazıb birdə? Sulfat. Baxın. Bu X-in yerinə qələvidir. K-nın da yerinə sulfat olsa, əsasla turşu reaksiya gedir. Doğrudur, doğru deyil. Bütün turşular əsaslar arasında gedən reaksiya normal duz və su çıxacaqsa plus tam neytrallaşma olacaq, olmayacaq? Olacaq. K bu ola bilər. İkinci, L-in yerinə nə yazıb? Kalsium hidroksid qələvi yazıb. Qələvi nə? X maddəsi nədir? Baxın, X-la L-in reaksiyası nədir? Həqiqətən də L qələvidir, X da qələvidir. Qələvi ilə qələvin reaksiyası. Bax, X-in yerinə qələvidir, L-in də yerinə qələvidir. Əsasla əsasın reaksiyası yoxdur. Əl-əsusda ki, qələvi ilə qələvin reaksiyası yoxdur. Bu reaksiya minus. Doğrudur bu da. M-in yerinə yazdığım maddə nədir orada? M alüminium hidroksiddir, amfoter əsasdır. Amfoter əsasla X nədir bə? Qələvi reaksiya girir. Baxın, burada bir plus yazıb. M-in yerinə burada nə yazıb uşaqlar? Birincidə M-in yerinə alüminium hidroksid yazıb. Bax, bu M. X da bizdə nədir? Baxın, X da qələvidir. Bu alüminium hidroksidinin qələvi ilə reaksiyası var. Ona görə ki, amfoter xassəli əsasdır bu. Qələvi ilə girir, girmir reaksiya? Girir. O zaman, baxın, natrium OH X götürdüm və M maddəsi nədir? Alüminium hidroksid. Qələvi ilə iki cür reaksiyası var. Əridilmiş qələvi ilə. Əridilmiş qələvi ilə reaksiya girəndə amfoter xassəli əsaslar qələvlərinə reaksiya girə bilər. Əsasla əsasın reaksiyası yox. Metalminatın duzu verir. Alüminium O2 nə qalıqıdır? Natrium meta-alüminat orta və necə duzdur? Və bir də su verir. Bəs məhlulda getsə nə verəcək? Natrium hidroksid qələvi məhlulu. Alüminium hidroksid ağ rəngli həlməşəyə bənzər çöküntüdür. Məhlulda gedir reaksiya. Məhlulda gedəndə amfoter xassəli əsasla yenə də qələvi reaksiya girə bilər. Nə verəcək? Natrium tetrahidrokso alüminat. Baxın, tetrahidrokso deyəndə neçədə hidrokso var? 4 dənə. Kvadrat mötərizə bağlayırıq. Natrium tetrahidrokso alüminat. Bu 4-dür. Alüminium valenti neçədir? 3. Baxın, 4-dən bu 3-ü çıxanda natrium indeksi ilə neçə olacaq? 1. Bax, hidrokso 4 dənədə, alüminium valenti 3-dür. Bu 4 rəqəmindən bu 3-ü çıxanda natrium indeksi neçə olur? 1. Məhlulda necə şəraitdə? Adi şəraitdə, əridilmiş halda da gedəndə duz və su çıxır. Məhlulda gedəndə natrium tetrahidrokso alüminat. Yəni, bu reaksiya gedir. 1 doğrudur. Yəni, 1-də X maddəsi qələvi oldu. Bir də təkrar edirik, X maddəsi nə oldu orada? Qələvi. X maddəsi oldu qələvi. Hansı qələvidir? YC natrium qələvisi. Və orada K nə oldu uşaqlar? Sulfat turşusu. Bu reaksiya gedir. Əsasla turşu reaksiya gedir. L qələvidir. Kalsium hidroksid. Əsasla əsasın reaksiyası yoxdur. Reaksiya getmir. Və M də amfoter xassəli əsaslarla bu reaksiyanın yazmasız da olar uşaqlar. Amfoter xassəli əsas görəndə bilin ki, qələvi ilə reaksiya gedir, həm də turşu ilə. X-i plus, 1-i minus. 1 doğrudur. İkinciyə baxırıq. İkincidə X-in yerinə nə yazıb? Gümüş neçə nitrat yazıb? 1 nitrat. Və K-nın yerinə nə yazıb? K dəyişir. Mis 2 hidroksidi. Nə öyrətmişəm sizə? Suda həll olan duzun, suda həll olmayan əsasla reaksiyası yoxdur. Minus.
Bu minus olmalıdır. Nə olmalıdır? Düz gəlir. Bax, suda həll olan duzun suda həll olmayan əsasla reaksiyası göy rəngli çöküntüdür. Suda həll olmayan əsas. İkinci, elin yerinə nə yazıb burada uşaqlar? Elin yerinə yazıb xlorid turşusu. Xlorid nitratı çıxara bilər. Bunu götürmək olmaz. Xlorid turşusu nitratı neçədən duzdan çıxarır? 2 dənə. Ya gümüş 1 nitratdan çıxara bilər, ya da qurğuşun 2 nitratdan. O da xlorid ionunun nə idi? Təyini. Burada plus olmalıdır, amma bizə lazımdır 3-ü də minus olsun. Ona görə də ikinci bənd doğru nədir? Yəni bax, birincisində minus gəldi, ikincisində plus oldu. Və elin yerinə nə yazıb orada? Singidroksidi. Suda həll olmayan amfoter xassəli əsasdır, ağ rəngli çöküntüdür. Əsas amfoterdə ağ rəngli çöküntüdür. Suda həll olan duzla reaksiyası yoxdur. Hansı duzlar qələvlərlə reaksiya gedir? Duzun suda həll olmayan əsasla reaksiyası yoxdur. İkisi düz gəldi uşaqlar, ortadakına görə götürmürük. Ona görə ki, xlorid turşusu nitratın neçə dənə duzlu ilə reaksiya gedir? Baxın, xlorid turşusu nitratı 2 duzdan çıxara bilər. 1, gümüş 1 nitrat, və bir də qurğuşun 2 nitrat ola bilər. Xlorid nitratı çıxardanda gümüş 1 nitrat xloridlə reaksiya gedir. Gümüş 1 xlorid əmələ gəlir. Ağ rəngli çöküntü və plus nitrat turşusu. Bu xlorid ionunun nə idi? Təyini. Bax, bu ionun nə idi uşaqlar? Təyini, ağ rəngli çöküntü verir. Eyni zamanda qurğuşun 2 nitrat, xlorid turşusuna reaksiya girir. Xlorid ionunun yenə də nə idi? Təyini. Qurğuşun 2 xlorid. Yenə də ağ rəngli çöküntü, qurğuşun 2 xlorid, ağ rəngli çöküntü və nitrat əmələ gələcək. Qalan xlorid turşusu, qalan nitratlarla reaksiyası nədir? Yoxdur. Cəmi neçədə duzla reaksiya gedir? Nitratın 2 duzu ilə. Qalan nitratın heç bir duzu ilə xlorid turşusunun reaksiyası yoxdur. 2 səhv edir uşaqlar. 3-ə keçirik. 3-də nə verib? 3-də x-in yerinə nə yazıb burada? 3 yazıb. X-in yerinə yazıb 3-də x yox, daha doğrusu z-in yerinə. Z-in yerinə yazıb burada singidroksid. Z vardı, orada cədvəldə. Singidroksid. Sonra K-nın yerinə yazıb xörək duzu. Xörək duzdur. Duzun, suda həll olan duzun, suda həll olmayan amfoter xassəli əsasla reaksiyası yoxdur. Duzlar, bəzi duzlar qələvlərlə gedir. Duzun suda həll olmayan əsasla reaksiyası yoxdur. Məsələn, aşağıdan izahını yazsam singidroksidi, suda həll olmayan amfoter xassəli əsasdır. Plus xörək duzu, bu reaksiya yoxdur. Xörək duzu suda həll olan duzdur. Həll olan duzun suda həll olmayan əsasla reaksiyası yoxdur. Minus. Bəzi həll olan duz qələvi ilə reaksiya gedir, ya çöküntü, ya da qaz verməlidir. Burada olmalıdır, minus düz gəldi. İkinci, elin yerinə nə yazıb burada? Elin yerinə yazıb nitrat. Bu amfoter xassəli əsas nitratla reaksiya daxil olur. Baxın, Z ellə reaksiya daxil olur. Plus yazıb. Ona görə ki, bu necə xassəlidir? Singidroksid. Amfoter xassəli əsas turşu ilə reaksiyada girə bilər, qələvi ilə də. Turşu ilə reaksiya girsə, sing əsasla turşu reaksiya girib duz verir, normal duz və su çıxırsa necə neytrallaşma? Tam neytrallaşma. Başa düşürsünüz? Sing nitrat və bir də su molekulu. Sonra nə gəlirdi uşaqlar? Üçüncüdə isə singidroksidi. Amfoter əsasla plus qələvi reaksiya girir. Amfoter xassəli əsas qələvi ilə reaksiya daxil ola bilər. Amfoter xassəli əsaslar qələvlərlə əridilmiş halda gedəndə sinkatın nəyə verəcək uşaqlar? Duzu. Yəni amfoterdir, özün turşu xassəli aparır. Nə xassəli aparır? Turşu. Sink o 2 nə qalıqıdır? Turşu qalığı. Sinkat turşusu 2 əsaslı turşunun normal duzu və su molekulu. Bu əridilmiş qələvidir. Bəs məhlulda gedəndə necə olur? Amfoter xassəli əsas qələvi məhluluna reaksiya gedir. Məhlulda deyəndə adi şəraitdə gedir. Məhlulda gedəndə natrium, tetra, hidrokso, nə verir orada? Sinkat. 4-dən bunun valentini çıxıram. Baxın, 4-dən bu 2 çıxanda bura bir neçə yazır o? 2. Natrium tetrahidrokso sinkat məhlulda gedəndə. Bu singidroksidi qələvin nəyinə reaksiya gedir? Məhluluna reaksiya gedəndə. Natrium tetrahidrokso nə verir uşaqlar? Sinkat. Aydın oldu. Sonra nə gəlirdi burada?
Bir doğru oldu. Bir də neçə doğru oldu? Üçüncü doğru oldu. Birdə yazılanlar işarələr düz gəldi. Bir də neçənci? Üçüncü. Amma ikinci düz gəlmədi uşaqlar. Hansı doğrudur? 1 ilə 3 cavab nə bənd oldu? C bəndi. Eyni bu sualdan uşaqlar bir də 179-da var. Cədvəl yenə də çəkilib. Cədvəldə maddənin biri x-dir, biri y-dir, z-dir və burada nə verib? K, K-la reaksiyası x-in nə yazıb bura? Yoxdur. Baxın. Minusdursa K-la x-in reaksiyası çarpazlaşdırır da yoxdur. Sonra L-lə baxın x-in reaksiyası plus nə var? M-lə x-in reaksiyası plusdur var. Sonra gəldik y-lə K maddəsinin reaksiyası plus yazıb. Sonra minus yoxdur. L-lə y-in reaksiyası və burada da plus. Axırda da z-lə K-nın reaksiyası yoxdur. Minus, minus və üçü də minus. İndi biz x-i müəyyən eləməliyik, y-i və z-i. Bəndlərin görə hansı doğrudur? Birdə yazıb x-in yerinə nə yazıb? Bu cədvəl belədir uşaqlar. Birdə x-in yerinə nə yazıb orada? Verib orada x-in yerinə sulfat turşusu. Güclü turşudur və K-nın yerinə nə verib? Xlorid turşusu. Belə bir şey yoxdur uşaqlar. X-la K-nın reaksiyası yoxdur. Turşu ilə turşunun reaksiyası nədir? Yoxdur. Minus olmalıdır. Bizdə də o cədvəldə birinci gəlirdi nə? Minus. Sonra yazıb L. L-də nə yazıb bura? X budur. L-də natrium OH. Bütün əsaslar, istər suda həll olan əsas, istər suda həll olmayan əsas turşu ilə reaksiya daxil olur. Normal duz və su çıxırsa necə neytrallaşmada? Tam. Sulfatla natrium OH reaksiya daxil olur. Əsasla turşu arasında normal duz və su çıxırsa tam neytrallaşmadır. İkinci M-in yerinə nə yazıb burada? M-in yerinə singidroksid yazıb uşaqlar. Singidroksid amfoter xassəli əsasdır. Amfoter xassəli əsas, baxın amfoter, turşu ilə reaksiyası var. Amfoter isə həm turşu ilə girir, həm də qələvi ilə reaksiya girə bilər. Amfoterlik səbəbi nədir? Həm turşu ilə reaksiya girir, həm də qələvi ilə. Deməli, biri minusdur, ikisi plus düz gəldi. Birinci doğrudur. Keçdik ikinci. Y-ə nə yazıb ikincidə? İkinci Y-ə yazıb burada Y. Y maddəsi nədir uşaqlar? Y-də yazıb natrium OH, yeyici natrium qələvsi və ya kaustik soda. Və sonra K-nın yerinə nə yazıb burada? K-nın yerinə yazıb maqnezium hidroksid. Əsası xassəldir, bu da qələvidir. Əsasla əsasın reaksiyası nədir? Yoxdur. Amfoter olsaydı reaksiya neyniyərdi? Gedərdi. Suda həll olmayan əsası xassəli hidroksiddir. Suda həll olmayan əsası xassəli hidroksidin qələvi ilə reaksiyası yoxdur. Digəri xlorid turşusu. Turşu ilə qələvinin reaksiyası turşu ilə əsas arasında normal duz və su əmələ gəlməsi ilə gedən dəyişmə və mübadilə reaksiyasına necə neytrallaşma deyilir? Tam. Plus olmalıdır. Burada səhvdir. Minus olmalıdır. Baxın, bütün əsaslar turşularla reaksiya girir. Amma burada isə gərək minus olaydı. L-lə reaksiyada nə olaydı? Minus, plus olduğuna görə bu ikinci bənd nədir? Səhvdir. Ona görə ki, natrium hidroksid, yeyici natrium qələvisi xlorid turşusuna reaksiya daxil olur. Natrium nə verir orada? Xlorid və bir də su. Necə neytrallaşma? Tam. Amma minus yazmışdı. Gərək elə bir maddə olaydı ki, onun qələvi ilə reaksiyası olmaydı. Ona görə 2 səhvdir. 2-nin M-in izahçını yazıram. M-ində yazıb singidroksid, amfoter hidroksid yazıb yenə. Amfoter hidroksiddən qələvi reaksiya daxil olur. Amfoter əsasla qələvlər reaksiyaya daxil olanda sinkatın duzu və nə molekulu çıxır? Su. H, natrium sinkat, elə bil orada reaksiya daxil olur. Bir dənə ortadakı mənfi düz gəlmədiyinə görə, mənfi əvəzinə müsbət olduğuna görə o ikinci bənd səhvdir, yanlışdır. Keçdik üçüncü bəndə. Baxın, bu reaksiyanın ikincinin axırıncısındakı belə bir reaksiya var. Qələvi plus singidroksid. Deyirsiniz ki, əsasla əsasın reaksiyası yoxdur. Amma bu amfoter xassəli əsaslar qələvlərlə reaksiya daxil olur. Özün turşu xassəli apardığı üçün əridilmiş qələvi ilə sinkatın duzu verir. Natrium sinkat orta və necə duzdur? Və bir də nə molekulu verir? Su molekulu. Əridilmiş halda. Məhlulda gedəndə, az əvvəl yazmışdım, məhlulda gedəndə nə verəcək? Məhlulda gedəndə bir dənə maddə çıxır, məhlulda gedəndə. O nə idi? Natrium tetra
hidrokso nə verir orada? Sinkat. 4-dən sinkin valentini çıxıram. Baxın, 2 natrium indeksinə 2 yazıram. Natrium tetrahidrokso sinkat. Məhlulda gedəndə OH 4 dənədir. İkisi buradadır. Bura bir 2 yazıram. Yəni amfoter xassəli əsaslar qələvin əridilmiş halı ilə də gedir. Məhlulda gedəndə necə şəraitdə gedir? Adi şəraitdə. Amma əsası xassəli əsaslarla qələvlərin reaksiyası yoxdur. Digər 2 səhv oldu. İndi keçirik 3-cü bəndə. 3-cü bənddə nədir? Z idi orada. Z-in yerinə nə yazıb uşaqlar? Xörək duzu. Z xörək duzu suda həll olan duzdur. Və bura yazıb K-nın yerinə yazıb singidroksid. Sizə nə öyrətmişəm? Suda həll olan duzun, suda həll olmayan əsaslarla amfoter xassəli əsas olsa da, suda həll olmayan əsasla reaksiyası yoxdur. Minus olmalıdır. Yəni izahı belədir. Xörək duzu suda həll olan duzdur. Həll olan duzun suda həll olmayan əsaslarla reaksiyası yoxdur. Bu reaksiya getmir. Minus. O düz gəlir. Minus. Sonra xörək duzu elin yerinə qələvi yazıb. Qələvi ilə reaksiyası, suda həll olan duz qələvi ilə o zaman reaksiya girir ki, ya çöküntü, ya da qaz versin. Baxın, xörək duzu suda neyniyən duzdur? Həll olan duz. Burada da qələvidir, kalium OH. O da qələvi ilə o zaman reaksiya girir ki, natrium OH da həll olandır, kalium kloriddə. Nə orada çöküntü var, nə də qaz. O reaksiya axıra qədər getmir. Deyə bilərsiniz ki, müəllim, bu həll olan duzdur, bu da qələvidir. Həll olan duz qələvi ilə o zaman reaksiya girir ki, ya burada çöküntü çıxmalıdır, ya da qaz olmalıdır. Bu reaksiya getmir. Natriumla OH birləşsə həll olandır. Kaliumla da xlor birləşsə o duzda nə olandır? Həll olan. O reaksiya sona qədər getmir. Minus. Birinci minus, ikinci minus düz gəlir. Üçüncü nədir? Üçüncüdə orada sulfat turşusu yazıb. Sulfat turşusu nəyin yerinə yazıb? M-in. M də sulfat turşusu ilə minus olmalı idi. Amma sulfat turşusu xörək duzuna reaksiya girir. Sulfat xloridi duzdan neynir? Sıxışdırıb çıxarır. Bu doğru deyil. Bizdə 3-cü bənddə 3 minus olmalı idi. Birinci K-la da getməməli idi, L-lə də getməməli idi, M-lə də. Amma M-lə reaksiya getdiyinə görə 3 də səhvdir. M sulfat turşusu Z-lə reaksiya daxil olur. Necə gedir o reaksiya? Sulfat nədir uşaqlar? Turşu. Bu xörək duzudur. Plus sulfat turşusundan reaksiya daxil olur. Sulfat, qatı sulfat, xloridi sıxışdırıb neynir? Çıxardır. Turşuların, duzlardakı turşuları sıxışdırıb neynəmə sırası var? Çıxarma sırası. O cərgədə hər əvvəl gələn turşu özündən sonra gələn turşunu duzdan sıxışdırıb çıxarır. Qızdırdıqda normal duz verir və hidrogen xlorid qaz halında çıxır. Bu reaksiya gedir. Amma bizə lazımdır o 3-cü reaksiyada minus olmalı idi, getməməli idi. Onda yalnız cavab neçə doğru oldu? Yalnız 1. Hansı da yalnız nə yazır uşaqlar? Yalnız 1 cavabı D bəndindədir. Doğrudur. Yalnız 1. Keçdik 100 neçənci suala? 80-cı sual. 180-da nə verib uşaqlar? 180-da verib ki, reaksiya daxil olan maddə. Baxın, görün necə maraqlıdır. Reaksiya 1, 2, bir də 3. Reaksiya daxil olan maddə nə verib? 1 mol sulfat. Baxın, reaksiya daxil olan maddə 1 mol sulfat H2SO4, 2 əsaslı turşu və 1 mol da mis-2 hidroksidi. Mis-2 hidroksidi əsasla turşu reaksiya girib. Buradan necə duz çıxacaq? Normal duz. Yox, burada reaksiya daxil olanlar birinci reaksiya. 1 mol da mis-2 hidroksidi. Əvvəl 1-ə baxırıq. Bu turşudur uşaqlar. Bu da əsasdır. Hər ikisi 1 mol verib. Turşudakı hidrogenin sayı əsasdakı OH-ın sayına bərabərsə necə neytrallaşma? Necə duz çıxacaq? Birinci reaksiyadan alınan duz nə olacaq? Mis neçə sulfat? Və 2 mol da su çıxacaq. Bildiniz də niyə görə? Burada neçə dənə H var idi? 2 də OH bərabərdirsə normal duz çıxır. Bir də 2 mol su. İkinci reaksiya nədir? İkinci reaksiyada verib 2 mol mis-2 hidroksidi. Göyrəkli çöküntüdə bu əsasdır. Suda həll olmayan əsasdır. Mis-2 hidroksid əsas xassəlidir. Və 1 mol da sulfat turşusu. Nə çoxdur burada? Baxın bura. 2-ni vurduq 2-yə. 4 dənə OH var, 2 dənə H var. OH çox olduğuna görə ikinci reaksiyada əsası duz əmələ gəlir. Niyə? Çünki metalın valenti neçədir? 2. Hansı əsası duzdur? Mis-2 hidrokso neçəsi əvəz olunub? 1-i, SO4 sulfat
Bu sulfatın da ikisi bura gəldi uşaqlar. Əsası duz verdi. Bu duzun adı nədir? Mis 2 hidrokso sulfat. Yəni buradan görürəm ki, 2-ni vurdum bu OH 2 dənə, 4 dənə burada OH var, hidroksid qrupu, 2-də də hidrogen atomu. OH çox olduğuna görə və metalın valenti 2 və 3-dürsə necə duz çıxır? Əsası duz. Bunun da bir də əsası duzu var, o da hidrokso sulfat. Mis 2 hidrokso nə deyirlər? Sulfat. İkinci reaksiyadan alınır. Və üçüncü reaksiyada 1 mol ortofosfat var. H3 nədir burada? PO4. Və plus 1 molda orada nə var? 1 molda kalsium hidroksid. Nə hidroksid var? Kalsium hidroksid. İndi burada hidrogen 3 dənədir. OH neçə dənədir? 2 dənə. Hidrogen çox olduğuna görə turş duz verəcək. Hansı duz verir? Ona görə ki, üçü əsaslı turşunun turş duzu var. Deməli, birinci reaksiyada nə oldu orada? Sulfat 1 mol. Neçə mol oldu uşaqlar? Və üzərinə 1 molda mis 2 hidroksidi gəldi. 1 mola 1 mol reaksiya gedir. Bütün əsaslar turşular arasında gedir. H-ın sayı OH-ın neyinə bərabərdirsə, sayına bərabərdirsə, baxın bərabər olanda tam neytrallaşır. Mis 2 sulfat və 2 molda su çıxdı. Necə neytrallaşma? Tam. İkinci reaksiyada isə 2 mol mis 2 hidroksidi əsas, 2 turşulu əsas və plus 1 mol sulfat turşusu yazıblar. Bu heç nə yoxdursa 1 mol. İndi baxın, 4 dənə hidroksid qrupu var. Böyükdür, 2 dənə də hidrogen katyonu var və əsas çox olduğuna görə əsası duz verəcək. Niyə? Metalın valenti 2-dirsə onun əsası duzu var. Əgər metalın valenti 1 olsaydı, əsası duzu yox, necə duz çıxardardıq? Normal. İndi metalın valenti 2 olduğuna görə onun bir dənə əsası duzu var. Mis 2. Hidrokso deyirəmsə, OH-ın neçəsi əvəz olunub? Misin valenti əvəz olunmuyor uşaqlar. OH əvəz olunub. SO4 nə qalıq elə? Turşu qalına. Mötərizə bura bir dənə neçə yazdı? 2. Və bir dənə molekulu çıxır, su molekulu. Həqiqətən də diqqətlə fikir verin. Mis neçə dənədir? Baxın, mötərizənin kənarında 2 mola, SO4 də 1 dənədir. 1 mol reaksiya girib. Hardan bilirəm? Duzun indeksinə baxın. 2 mola, SO4-dən qrup halında bir dənədirsə 2 mola 1 mol. Əsası duz verir. Və üçüncü reaksiyada H3 nə idi uşaqlar? PO4 ortofosfatının aqreqat alı bəkdir 1 mol. 3 dənə hidrogen var 1 molunda və bir də kalsium hidroksid 2 turşulu əsas. Çox əsaslı turşu və çox turşulu əsasda da 2 dənə hidroksid qrupu var. Hidrogen çox olduğuna görə hansı duz çıxır? Turş duz. Turş duzun hansı forması çıxacaq? Kalsium ikisi çıxır burada. Burada 2 ilə hidro ortofosfat deyəndə ikisi, bunda valenti 2 və 2 molda su molekulu çıxır. Kalsium hidro ortofosfat turş duzdur. İndi bizə deyir ki, duz molekulunda atomların sayını tap. Məsələ burasındadır ki, duzu tapacaqsınız siz. Amma indeksin səhv yazsınız, atomların sayı da ondan gedəcək. Birinci duzda atomun sayı necə idi? Atom deyəndə normal duz 1, 2, burada da 4. 1 mol atom budur, 1 mol atom kükür, 4 mol atom oksigen. Neçə oldu? 6 mol atom. İkinci duzu ümumiyyətlə diqqətlə fikir verin. Misin valenti yerindədir. Hidroksidin neçəsi əvəz olunub? Biri. Sulfatın valenti 2 yazırsınız. Sonra mötərizə bura bir 2. Mötərizənin içindəki atom 1, 2, 3. 3-ü vurun mötərizənin kənarına. 6. Üstə gəlmək. Bir dənə burada, 4 də burada. 5. O da bərabərdir 11 dənə atom oldu. Neçə də atom oldu uşaqlar? 11 də. Mis 2 hidrokso sulfat. Və üçüncü duz nədir orada uşaqlar? Üçüncü duz kalsium hidro ortofosfat. Hidro deyəndə neçəsi əvəz olunub? İkisi. 3 əsaslı turşudur, bu da 2-dir. Turş duzda elə belə də qalacaq. Atom 1, 1, burada da fosfor bir dənə, 4 də oksigen. İndekslərinə baxırıq, o da bərabərdir 7 də atom. Deməli, birincidə 6 də atom, ikincidə 11 də və üçüncüdə 7 də atom. 6, 11, 7 A bəndi. Maraqlı oldu sual. Sonra keçdik 181-ə. 181 nədir uşaqlar? 181 də maraqlı sualdır. Deyir ki, hansı qabda əsası duz almaq? Əsası duz almaq üçün nə çox olmalıdır? OH qrupunun sayı hidrogen katyonundan nə olmalıdır? Çox. Əsasdakı OH-ın sayı turşudakı hidrogen katyonundan çox olanda necə duz alınır? Əsasi duz. Hansı duz alınır? Əsası Duz alınır. Bizə deyir hansı qabda alınır? Deməli, qablar nədir? Birinci qaba baxalım. Birinci qaba nədir? Burada bir qab çəkib, burada da bunları birləşdirib. Bu qabla da bu qabı əlavə eləyib. Bu qabdakini bu qaba əlavə eləyib. Bura 300 milli yazır.
300 millilitr 0,2 m molar qatılıqlı barium hidroksid yazıb. Əsas yazıb da burada. Qatılığı verib, həcmi də verib. Və digər qabda nə yazıb? 100 milli həcmdir. 0,3 m molar qatılıqlı xlorid turşusunun məhluludur. Əvvəlcə birinci qabı müəyyən eləyək. Bu əsası tapaq. Əsasın millisi nə qədərdir? 300 millilitri. Litrə çevirmək üçün 1000-ə bölürük. O da eləyir 0,3 litr. Və qatılıq nə qədərdir? 0,2 m. Necə qatılıqdır? Molar qatılıq. M nə deməkdir? Mol bölünsün litr. Qatılığın düsturu necə idi? Nü həll olan bölünsün V məhlul. Nü niyə bərabərdir buradan? SV-yə. O da bərabərdir 0, neçədir bu? 2 qatılıqdır. Vurulsun V-si nə qədərdir? 0,3-ə. O da bərabərdir 0,6 mol. Nə? Barium hidroksid. Bu qabda. Digər qabda indi qarışdırıblar axı. Qarışdırılan qabda nə var orada uşaqlar? Xlorid turşusu nə qədərdir? 100 milli. Xlorid turşusunun nə idi? Məhlulu. Məhlul nədən ibarətdir? Həlli olan və həlledicidən. Onu da bölü 13-ə 0,1 litr. Qatılıq nə qədərdir? S bərabərdir. Nə qədər qatılıq verilib oradan? S bərabərdir 0,3 m. Necə qatılıqdır? Molar qatılıq. Molar qatılığın vahidi mol bölünsün litr. Nü bərabərdir S vurmaq nəyə? V-yə. O da bərabərdir 0,3 vurulsun 0,1-ə. O da bərabərdir 0,3 mol. Neçə mol elədi? 3 mol. İndi bizdə barium hidroksid verib. 2 turşulu əsas və plus xlorid turşusu verib. Xlorid turşusu 0,3-dür. Barium hidroksid %6-dır. %6-ya %3 yüzdə neçəyə bölürəm? Hər tərəfini %3-ə böləndə 2 mola neçə mol oldu? 1 mol. Neçədən OH var? 4 dənə. Və hidrogen neçədəndir? Necə duz verəcək? Əsası duz. Barium, hidrokso, xlorid. Neçəsi əvəz olunur? 1-i. Mötərizə vurmasız da olar, çünki bunun valenti 1-dir. Və plus HOH oldu, olmadı. Elə bil ki, bu reaksiyadan bariumun 1 molundan 1 mol gedir. 1 mol əsasla 1 mol turşu gedir. Bu əsasın neçə molu artıq qalır? 1 molu artıq qalır. Burada əsas çoxdur uşaqlar. Bu duz əmələ gəlmək üçün indeksinə baxın. Barium, hidrokso deyəndə neçəsi əvəz olunur? 1-i. Barium 2 deməyə ehtiyac yoxdur. Sabit valentlidir, xlorid. Əsas neçə mol lazımdır? 1 mol, xlorid də 1 mol. Bəs biz neçə mol götürmüşdük? 2 molun 1 molu gedib, 1 mol reaksiyadan sonra artıq qalıb. 1 mola bundan 1 mol reaksiya girib. Baxın 1 mola neçə mol reaksiya girəndə? 1 mol reaksiya girəndə bu duz, bir də su çıxdı. Reaksiya başa çatandan sonra bunun 1 molu isə 2 molun 1 molu getdi. Reaksiyadan sonra əsasi duz əmələ gəldi. Əsasi duz və artıq qalan maddə barium hidroksidin də neçə mol artıq qaldı? 1 molu nə qalır orada? Artıq qalır. Neçə mol artıq qaldı? Artıq qalır. Birinci qab. İkinci qabda nə baş verir orada? Birinci qabda əsası duz alındı. İkinci qabda yenə də qələvi eyni qədərdir. Tabii bir dəfəlik hesablamış olduq biz. İkinci qab, birinci qabda da qələvi eynidir. Qələvi konkret nə qədər idi? Barium hidroksid qələvisidir 3 qabın üçündə də. Həcmi nə qədər idi? Həcm 300 milli və qatılıq da 0,2 molar qatılıq. Və bu da eləyir 0,3 litr. Buradan da 3 dənə qabın üçündə də nü bərabərdir SV-yə, o da bərabərdir 0,6 mol qələvi var. Birinci qabda da, ikinci qabda da, üçüncü qabda da. Qələvin miqdarı eynidir. 1-də də, 2-də də, 3-də də. Verilən qələvi nədir? Eynidir. Dəyişən nədir onda? Turşin miqdarı. Nəyin miqdarı? Turşin. Qələvi dəyişmir. Baxın, qələvin miqdarı hamısında birinci reaksiyada da qələvi 0,6 moldur, 2-də də, 3-də də. Dəyişən nədir? Turşu. İndi ikinci reaksiyada yenə qələvi bu qədərdir. Turşu nə qədərdir orada? 200 milli həcmdir. Xlorid turşusunun məhluludur. Qatılığı nə qədərdir ikinci qabda xlorid turşusunun? 0,3 m. Nü bərabərdir. SV oldu, olmadı burada. O da bərabərdir. 0,3-i 0,2-yə vuracam. 0,2 litrdə bu. 0,3-ü 0,2-yə vuranda 0,6 mol nə turşusu oldu? Xlorid turşusu. Deməli, ikinci reaksiyada əsas nə qədər idi? Əsasın miqdarı dəyişmir. Suda həll olan əsaslara nələr deyirlər? Qələvlər.
Birinci reaksiyada da 106 mol idi, ikincidə də. Və ikinci reaksiyada indi turşu nə qədər oldu uşaqlar? 106 mol. 106 0 %6 ilə %6 elə 1 mola 1 mol. H neçədədir? Bəs OH neçədədir? Bəli, OH qrupu böyükdür hidrogen kationdan. H-ın biri ilə OH-ın biri gedib əsası duz çıxacaq. Barium, hidrokso neçəsə əvəz olunur? Biri xlorid və 1 molda HOH oldu. Bunlar necə sərf olundu? Tam sərf olundu, artıq qalmadı. Burada da əsası duz alındı. Birinci qabda da əsası duz alınır. İkinci qabda. Üçüncü qabda nədir uşaqlar? Üçüncü qabda dəyişən xlorid turşusudur. Yenə də xlorid turşusunun qatılığını verir. Məhlulun həcmi nə qədərdir? 400 milli xlorid turşusu. Məhlulu, o da eləyir 0,4 litr. Bəs qatılığı nə qədərdir? 1M. Nü bərabərdir SV düsturunda. O da nə qədər eləyəcək xlorid turşusu? 0,4 mol. Nə turşusu? Xlorid turşusu. Bəs əsas nə qədərdir uşaqlar? Əsasa baxaq, barium hidroksid 3-cü reaksiyada da dəyişməyib miqdarı. Elə eynən nə qədərdir? %6 mol, 0,6 mol və xlorid turşusu nə qədər oldu uşaqlar? 0,4 mol. Ən kiçiyinə bölək. Ən kiçiyinə də yüzdə neçəyə bölürəm? Bu da yüzdə neçəyə böləm? Bu 1 mola, %6'ya böləndə bu getdi. Bu vergülü attım, bura bir 0. 40'ı 6'ya böləndə təqribən 6. təqribən o üçün 6. Təqribən 6 tam gedir də. Nə çoxdur burada? 6. Təqribən 6 tam nöqtə qoyun. Neçə dənə də hidrogen? Yox, OH 2 dənədir, hidrogen 6 dənə. İndi buradan hidrogen çoxdur deyimlə turş duz çıxmalı idi, amma xlorid turşunun turş duzu yoxdur. Ona görə də necə duz çıxır? Normal duz. Bax, xlorid bir əsaslı olduğuna görə deyirdim axı hidrogen kationları çox olsa OH-dan necə duz çıxmalıdır? Turş duz. Amma bunun turş duzunu yoxdur axı. Xlorid neçə əsaslıdır? Bir əsaslı turşunun turş duzu olmadığına görə normal duz və nə molekulu çıxır? Və salam. İndi baxın 1 mola neçə mol reaksiya girir? Yəni bunun biri ilə bunun neçəsi gedəcək? İkisi. Qalanlar nə qalır? Artıq. Reaksiya başa çatandan sonra xlorid turşusundan nə qalır? Artıq qalır. Üçüncü qabda normal duz alınır. Bizə deyir hansı qabda əsası duz alınır? Birinci qabda və neçənci qabda? İkinci qabda. Aydındır? Bəli. Birinci və ikinci qabda əsası duz alınır.